İnduksiyası 2 Tesla olan maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşdirilmiş AB 10 cm uzunluqlu naqil tərəzidən asılaraq elektrik dövrəsinə qoşulub və tərəzinin digər gözündəki çəki daşı ilə tarazlıqdadır. K açarını qapadıqda bu tarazlıq pozulur. Tarazlığın pozulmasına səbəb nədir? Birinci sualda bizdən bunu soruşurlar. Əvvəlcə qeyd edək ki, K açarı qapanmazdan öncə AB naqili ilə tərəzinin digər gözündəki çəki daşı tarazlıqdaydı. Yəni tərəzinin bir gözündəki çəki daşının ağırlığı elə AB naqilinin ağırlığına bərabər imiş ki, bu tərəzi tarazlıq vəziyyətində qalıb. Daha sonra biz K açarını bağlayırıq. K açarını bağladığımız zaman təbii ki, dövrədən cəryan axmağa başlayır. Bu cəryanın istiqaməti müsbətdən mənfiyə doğru olacaq. Onda AB naqilində cəryanın istiqaməti A-dan B-yə doğru yönəlmiş olacaq. Biz bilirik ki, cəryanlı naqilə amper qüvvəsi təsir etməlidir. Onda biz burada amper qüvvəsinin istiqamətini təyin eləməliyik. Amper qüvvəsinin istiqamətini necə təyin edərik? Təbii ki, Solay qaydasından istifadə etməklə bizə lazım olacaq B induksiyanın istiqaməti, cəryanın istiqaməti. Biz bunlardan istifadə etməklə amper qüvvəsinin istiqamətini təyin edə bilərik. Biraz öncə qeyd etdik ki, K açarı bağlananda A-dan B-yə doğru cəryan yaranacaq. Digər tərəfdən isə B induksiya N-dən S-ə doğru yönəlir təbii ki. N-dən S-ə doğru B-lərimiz yönəlmiş olacaq. İndi gəlin Solay qaydasından istifadə edək. O zaman B-lərimiz ovuca daxil olmalıdır. Və i isə 4 barmaqça cəryan istiqamətini göstərməlidir. Baxın, 4 barmaq cəryan istiqamətində tuturuq və ovuca doğru beylər daxil olduğu zaman amper qüvvəsinin istiqamətini aşağı doğru almış oluruq. Deməli, bu naqilə aşağı doğru amper qüvvəsi təsir etməyə başlayacaq. K açarını qapadığımız zaman. Və bu səbəbdən də tarazlıq pozulmuş olacaq. Yəni bu tərəfdə ağırlıq artıq çox oldu. Biraz öncə bu naqilin ağırlığı aşağı doğru təbii ki yönəlib. Digər tərəfdən isə amper qüvvəsi bunu aşağı çəkməyə başladı və təbii ki tərəzinin tarazlığı pozulacaq. Deməli, K açarını qapadıqda tarazlığın pozulmasına səbəb açar bağlananda burada amper qüvvəsinin yaranmasıdır. Və ikinci sualımıza baxsaq, K açarını qapadıqda dövrədə 0.6 amper cəryan şiddəti yaranarsa tarazlığı pozan qüvvəni hesablayın. Tarazlığı pozan qüvvənin amper qüvvəsi olduğunu dedik. BIL sinus alfa düsturundan istifadə etməliyəm. Burada induksiya xətlərinə perpendikulyar yerləşdiyinə görə sinus alfa 90-dır. BIL-lə hesablamaq olar. B-ni 2 Tesla verir. Cəryan şiddəti 0.6 amperdir. Naqilin uzunluğu isə 10 cm, yəni 0.1 metr olacaq. Bura bunda 0.1-ə bu edəcək bizdə 0.12 Newton. Tərəzinin tarazlığını bərpa etmək üçün hansı kütləli çəki daşından istifadə etmək lazımdır və həmin çəki daşını tərəzinin gözünə əlavə etmək yoxsa tərəzidən götürmək lazımdır. Biz burada qeyd etdik ki, əlavə olaraq amper qüvvəsi burada yarandı deyə, yəni aşağı doğru əlavə olaraq AB naqilinin amper qüvvəsi aşağı çəkdiyi üçün tarazlıq pozuldu. Deməli biz tarazlığı yenidən bərpa eləmək istəyiriksə, burada da yenə həmin amper qüvvəsinə bərabər bir qüvvə yaratmalıyıq. Bunun üçün də təbii ki, tərəzinin gözünə çəki daşı əlavə olunmalıdır. Nə qədər ağırlıqda bir çəki daşı əlavə etməliyəm? Təbii ki, amper qüvvəsinə bərabər bir ağırlıqda. Ona görə yazıram ki, mj bərabərdir. Yəni əlavə edəcəyim çəki daşının ağırlığı mj bərabərdir amper qüvvəsinə, yəni 0.12 Newtona. Buradan da m-i təyin etdiyimiz zaman j 10-dursa 0.12/10, 0.1000-də 12 alınacaq. Təbii ki, kiloqramdan qrama çevirsək, onda 12 qram alınır. Yəni sağ tərəfdəki qola 12 qram çəki daşı əlavə etmiş olsaq, tarazlığı yenidən bərpa etmiş olarıq. Sağ olun, gələn izahlarda görüşərik.